Yanvarın 1-dən etibarən vergi, sosial və digər dəyişikliklərlə bağlı bəzi yeniliklərin tətbiqinə başlanılıb. Onlar aşağıdakılardır. Tütün məmulatları və elektron siqaretlər üzrə aksiz vergiləri artırılıb. Alkoqollu və enerji içkilərinin aksiz dərəcəsi artırılıb. Köhnə ixal avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq. Hibrid və elektromobillərin idxalı və satışı üçün ƏDV güzəştinin müddəti başa çatıb. Azərbaycanda yığılan elektrikli avtobuslar ƏDV-dən azad ediləcək. Kişi və qadın salonları, kosmetoloji mərkəzlərin xidmətlərində ƏDV geri qayıdacaq. Media subyektləri vergilərdən azad olunacaq. Bankların iflas prosedurunda aktivlərin təqdim edilməsi ƏDV-dən azad edilir. Qeyri-formal işləyən şəxslər icbari tibbi sığorta haqqını artıq özləri ödəyəcək. Ayda 16 manat. Mülkiyyətində torpaqlarda işləyənlərin, vəkil və mediatorların, fərdi sahibkarların sosial sığorta haqları artırılıb. Fərdi iş sahibləri, dərzi, aparıcı, çalğıcı və s. sosial sığorta haqqını minimum aylıq əmək haqqının 5%-dən 8%-ə qədər ödəyəcək. Evlərini kirayə verənlər üçün vergi dərəcəsi 14%-dən 10%-ə endirilib. Qeyri-neft qaz sektoru üzrə 2500 manata qədər olan maaşlardan 3% gəlir vergisi tutulacaq. Azərbaycana gətirilən birdən çox mobil telefonun qeydiyyatı üçün 100 manat rüsum müəyyən edilib. Elektrik enerjisi və təbii qaz üzrə sabit aylıq tarif 1 manat müəyyən edilib. Kişi və qadınların pensiya yaşı bərabər olaraq 65 yaş müəyyən edilib. Yaşayış minimumu və ehtiyac meyarı 300 manat səviyyəsində müəyyən edilib. Gözünüz aydın olsun. Bayramınız mübarək.